Bakıda kreditlə mənzillərimizin satışı davam edir. Dərnəgül metrosu yaxınlığında 16 mərtəbəli möhtəşəm bir kompleksdə 11-ci mərtəbəsində 51 kvadrat tam əşyalı texnikalı kreditlə mənzilimiz satışa çıxdı. Gəlin başdan bütün məlumatları verim sizə. 136 min manat ilkin ödəniş ödəmə ilə 1674 manat 56 ay kredit qalıb mənzilin. Yəni, bu mənzilə sahib ola bilərsiniz. İpotekası təsdiqlənməyən müştərilər, müəyyən bir problemlər var, tam pulu düzəldə bilmirlər, bu mənzili ala bilərlər. Belə deyim, 136 min manat ilkin ödənişdir. Tam əşyalı texnikalı lüks təmir olunmuş. Yəni, mənzilə təmirinə tam garanti verilir. Yəni, yaşadığınız zaman mənzildə bir problem çıxarsa, texnikasında, isti polunda, su xəttində, elektrik xəttində hamısına garanti verilir. Gəlin, evi göstərim sizə tam, sonunda yenə də sizə məlumat verəcəm. Qonaq otağı studiya şəklindədir, qarşısında mətbəxi. Gəlin, mətbəxi göstərək, sonra qonaq otağını tam bu tərəfdən göstərərik. Mətbəx mebeli tam quraşdırılıb, üstü tökmə mərmər, qarşısında pəncərəsi, geniş həyəti var, 9 hektar həyətdən ibarətdir. Soyuducu, sobalar burada deməli qoyulub. Hotpoint markalı qabıyan, paltaryan sanuzeldə quraşdırılıb və buranın polları qranit istik döşəmədir. Şüşə qapılar var. Bağlandığınız zaman belə iyi qoxu qonaq otağına keçmir. Və bu tərəfdən göstərək, zəhmət olmasa, qonaq otağı. Hazır laklı bambuk parketlərdir. 4 nəfərlik belə bir masamız, yumuşaq dəstlər quraşdırılıb və gözəl twisted quraşdırılıb, televizoruna kimi qoyulub. Tam əşyalı texnikalıdır, bir gündə belə olsun, yaşayış olmayıb. Aux markalı kondisionerlər öz yerində, qonaq otağında və yataq otağında var. Gözəl tablolarımız, kərpiz effektli lepkalardan istifadə olunub, gözəl tablolarımız, patlok işləmələrimizdə var. Lüstr spot gizli işıqlar və mənzildə abo işləməsi yoxdur. Hamısı məxmər boyalar, püskürtmə emulsiyalar, hamısı keyfiyyətli təmirdir. Təmirə də garanti verilir. Gəlin xol hissəsinə proyektdə sizə tam göstərim. Giriş qapısı, sanitar qovşağı, yataq otağı və qonaq otağı, mətbəxi gördünüz. Xol hissəsində girən kimi sol tərəfdə qardırob mebeldir, stroylu divarçı, tam patolka kimi, tavan düğünə kimi yığılıb. Burada pollar, qranit döşəmə. Sağ tərəfdə belə bir açarlığımız yanıb və tam boy güzgü ilə belə bir qapıda daha da xol hissəsini geniş göstərir. Patolok işləmlərimizdə var. Lüstr spotlar, gizli işıqlar tam aslı vəziyyətdə. Gözəl buralarımız, oturma ayaqqabılarını soyunmağa yer. Belə bir gözəl xol hissəmiz qalıb. Gəlin yataq otağına. Yataq otağı, yumşaq dəstlər tam quraşdırılıb. Arxası yerində, boz rəngdə belə bir lepkalardan istifadə olunub. Hamısı gipsdir bunlar, əl işləridir. Bəzədli mənzil, gözəl tablolarımız, taxt üstü xırda lüstrlardan istifadə olunub. Lüstr tam aslı vəziyyətdə, spotlar və gizli işıqlar tam quraşdırılıb. Aux markalı kondisioner öz yerində, belə bir make-up'ımız qoyulub burada. Yenə güzgü, arxası gizli işıqlarla bəzədilib. Qarşısında eyvanı var. Sənədlərimiz çıxarışdır. Mənzil tam adınıza keçir və daxili kreditlə faizsiz satılır bu mənzil. Yəni aldığınız zaman heç bir faiz gəlmir üstünə və belə. Burada polları hazırlıqlı bambuk parket, tərəfdən də göstərək zəhmət olmasa. Və buranın qardırob mebeli tam boy tavan hündürlüyünə kimi yığılıb, gözəl də dizayn olunub, yanları bulanı tikilir. Mebel burada tərpənmədən çip qalır. Sanitar qovşağı qaldı. Gəlin sanitar qovşağını da göstərək. Ümumi sanitar qovşağı xol hissəsində qeyd etdiyim kimi paltaryan burada nəzərə alınıb. Belə bir mərmər daşla üstü qoyulub, moydadır, güzgü, qurutusu, divarçı, unitazdan istifadə olunub. Geniş duş kabinimiz qalıb, duş aksesuarları, havalandırma sistemi, hər şey ideal şəkildə quraşdırılıb. Burada polları qranit, isti döşəmədir. Və davam eləyək, gəlin mənzil barədə sizə ümumi məlumat verim. Mənzil yerləşir Dərnəgül metrosu yaxınlığında. Buradan Nərimanov metrosuna çox yaxındır. Əhməd Rəcəbli küçəsinin tam axırında elit ticarət mərkəzində üzbəüz yerləşir kompleks. Ancaq Dərnəgül metrosuna deməli kompleksin həyətindən çıxsınız elə 1 dəqiqəyə metrodasınız. Gözəl bir ərazidədir, geniş, premium bir kompleksdədir və bu mənzil
kreditlə və ya nağd şəkildə ala bilərsiniz. Nağd məsləhət görmürəm, çünki daxili faizsiz kreditli 136.000 manat ilkin ödəniş ödəməklə 56 ay qalıb mənzilin 1674 manat aylıq ödənişlərlə bir bahalı maşın alırsınız. Təzə bir salafanda maşın alırsınız. Belə evlər görmək istəyirsə kanalımıza abunə olun. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.